İnsan ömrü körpəlikdən gör evinəcən axtarışdadır. Xeyirxah işlər axtarışındadır. Müdrik insanlar zəhmətə sərf edir öz daxili enerjisini. Həyatın sirlərinə bələd olduqca aydın başa düşür ki, həyatda şərəfli yer tutması üçün zəhmət çəkməlidir, vaxtını mənalı keçirməlidir. Ömür yolunu xoş əməllərlə zənginləşdirib, xeyirxahlığı özünə yol yoldaş eləməlidir. Ömrünün müdriklük yaşı ilə qoşa addımlayan, 88 yaşını haqlayan texnika elmləri doktoru, professor, əməkdar, müəllim adını şərəflə daşıyan Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov. Ulu öndərimizin, Cənab Prezidentimiz İlham Əliyevin qoyduğu yolla gedirik və onu inkişaf elətdiririk. Həmişə onların yazdıqları qanun, qərar, sərəncam və tapşırıqları əsasında öz işimizi qurub gənclərin tərbiyələndirilməsi və ölkəmiz üçün insan kimi yetişdirilməsi, vətənpərvər bir gənc kimi yetişdirilməsi, gördüyünüz kimi 44 gün ərzində erməni faşistlərin üzərində qələbəni yüksək səviyyədə çaldıq və terrorizmə qarşı mübarizədə də 23 saat ərzində onların hamısını ağ bayraq qaldırmağa məcbur elədik. Bizim ali baş komandanımız, prezidentimiz sayəsində, onun rəhbərliyi sayəsində bu nailiyyətlərə əldə edə bildik. Gəncədə onu hamı yaxşı tanıyır. Hörmətlə yanaşırlar Nurəddin müəllimə. Bu sevgini o zəhmət və xeyirxahlıqla qazanır. İşlədiyi 4 il müddətində Gəncə Ağsaqqallar Şurasını ön cərgiyə çıxarır. Fəxri adlar, orden və medallarla mükafatlandırılır. Tez-tez tədbir keçirir. Ağsaqqallar Şurasının işini günün səviyyəsində qurur. Konstitusiya və suverenlik ili çərçivəsində müstəqilliyin bərpası gününə həsr olunmuş Azərbaycanın müstəqillik sənnaməsi, suverenliyə aparan yol mövzusunda regional konferansın təşəbbüskarı kimi çıxış edib. Baş idarədən gələn aparıcı mütəxəssis və iştirakçılar 88 yaşını haqlayan bu müdrik ağsaqqalı təbrik edir, uzun ömür, can sağlığı arzulayırlar. Ağsaqqallar Şurası birinci dəfə deyil ki, yığışır. Demək olar ki, 25-ə yaxın konferans keçirilibdi mən sədr olduğum devirdə. Bu konferansların hamısında çox müxtəlif məsələlər müzakirə olunurdu. Gənclərin tərbiyəsidir, prezident seçkilərində onların dəstəklənməsidir, prezidentimizin namizədliyinin. Daha sonra onun seçildikdən sonra da onun təntənəli qeyd olunması məsələsidir. Narkomanlığa qarşı mübarizə məsələsidir, gənclərin tərbiyə məsələsidir, insanların, gənclərin sağlamlığının qorunması məsələsidir. Ondan sonra digər bütün mədəniyyət sahəsində, təhsil sahəsində, elm sahəsində, xalqımızın rifah halının yaxşılaşdırılması, yüngül sənayinin inkişaf etdirilməsi və digər məsələlər haqqında konferansımızın gündəliyinə daxil olan məsələlərə müzakirə üçün meydana çıxarılıbdır. Ona görə də biz bu məsələlər, bugünkü gördüyünüz bu konferansın proqramı kimi proqramlar tərtib olunur hər konferans üçün və orada proqramda ətraflı olaraq bizim görəcəyimiz işlər, hansı işləri yerinə yetirməliyik. Burada Ulu öndərimizin, İlham Əliyevin ayrı-ayrı məsələlərin hər birində özünə aid olan məsələlərində onların şüarlarını bura qeyd edirik və proqramı burada kimlər çıxış eləyəcək, məruzə eləyəcək, onları bura qeyd edirik və bəzi faktiki hallar haqqında bu xüsusi şəkillər qrafası yaratmışıq ki, bunu da orada əks elətdiririk. Regional konferansdır bu. Biz Gəncə zonası, bilirsiniz, qərb zonasıdır. Bu qərb zonasını da 11-12 rayon əhatə edir. Bu 11-12 rayonun nümayəndələri demək olar ki, 10 konferans keçirsək, onun 5-ni, 6-sını biz regional konferans şəklində keçiririk.
Çünki elə məsələlər var ki, biz yəni şəhər miqyasında müzakirə edirik. Elə şəhər tədbir var ki, qlobal şəkildə onun bütün region üzrə. Çünki biz keçirdiyimiz konfranslarda Respublika Ağsaqqallar Şurasının sədrinin müavini Bayram Yusifov yoldaş həmişə iştirak eləyir. O bizim konfransların gedişində öz sözünü deyir, Ağsaqqallar Şurasının qarşımızda qoyduğu məsələləri bizdə deyir və bütün region üçün bunlar aid olduğuna görə o regionları da biz dəvət edirik. Burada onlarla birgə öz məsələlərimizi müzakirə edirik və lazımi nəticə bəzən bəyanatlar şəklində öz datlarımızı veririk, bəzən qərarlar şəklində veririk, bəzən tövsiyələr şəklində veririk öz təkliflərimizi və bu şəkildə bunu konfransı başa çatdırıb yekunlaşdırır. Uzun və mənalı ömür yaşayıb Nurəddin Nəcəfoğlu Məmmədov. Həyatın ağır yüzünü də görüb, xoş anlarına da şahidlik edib. Odur ki, hər sözün yerini doğru dürüst bilir. Hər işin səmtini göz ucu baxan kimi müəyyən edir. Danışığı başdan başa hikmətlə doludur. Qədim Gəncə şəhərindəyik. Növbəti verilişlərimizin çəkilişini eləmək üçün gəlmişik bu qədim diyara. Müsahibimiz Nurəddin müəllimdir. 88-i haqlamış Ağsaqqallar Şurasının sədri olan Nurəddin müəllim. Uzun ömür yolu keçib Nurəddin müəllim. Nurəddin müəllim xoş gördük. Təbiidir ki, ömür yolun çox keşməkeşlərdən keçir. Mən istəyərdim, taleyinizlə bağlı, ömür yolunuzla bağlı maraqlı iştirikləri bizlə bölüşərdiniz. Buyurun, nələr gördün, hardan gəlir bu ömür yolu? İndi Gəncədə dirənib bu qatar. Ancaq bunun başlanğıcı var, əvvəli var, çıxdığı kiçik dayanacaq var. 3-4 yaşından bütün həyatım gözümün önündə elə bir kino kimi, film kimi canlanır həmişə. Uşaqlıq illərim, yeniyetməlik vaxtım, dəniz hərbçisi sahəsi üzrə istədim ki, inkişaf eləyəm o sahə üzrə. Bir ildə demək dənizçilik məktəbində oxudum, suda mexanika ixtisasında. Amma sonra nəsə valideynlərim razı olmadı deyənə, mən oxumağı orada davam elətdirmədim. Orta məktəbi qurtardım, ali məktəbə daxil oldum. Atam onda məndən dedi ki, əvvəla yaxşı ixtisaslar var, mən də hüquqşünasam, bəlkə sən də hüquqşünas olasan, həkim olasan, ondan sonra başqa sahələrdə. Dedim, elə ata, elə mən hərbi dəniz məktəbində də suda mexanika ixtisası üzrə getmişəm. İstəyirəm ki, kənd təsərrüfatı üzrə, kənd təsərrüfatının mexaniləşdirilməsi ixtisası üzrə öz təhsilimi alam və axıra qədər çatdıram. Ona görə də o vaxtı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd Təsərrüfatının Mexaniləşdirmə fakültəsinə daxil oldum. O fakültəni də bitirdim. Fakültəni bitirəndən sonra Göygöl rayonuna getdim. Orada erməni katibi var idi. Yerevandan öz qohumunu gətirmişdi. Orada mən təyinatı aldığım yerdə onu götürdü. Məni ora qəbul eləmədilər. Heç başqa işə də qəbul eləmədilər. Nəysə, oradan getdim Nazirliyə. Nazirlikdən məsləhət gördülər ki, Azərbaycan avtoqarajında işləyəm. Orada bir il işlədim. Sonra məni dəvət elədilər bizim instituta, kafedrada işləmək üçün. Onda Kənd Təsərrüfatı İnstitutuydu. Kənd Təsərrüfat Maşınları Fakültəsi kafedrasında baş laborant yeri var idi. Ora götürdülər. Orada təhsil, demək ki, işimi davam elətdirdim. Yaxşı müvəffəqiyyətlər qazandım. Kafedranı yaxşı şenləndirdim, oranın mexanikasını, maşınların hamısını işlək vəziyyətə gətirdim. Laboratoriyaları, maşınları saz vəziyyətdə saxladıq. Tədrisin keyfiyyətinə yaxşı təsir edən işlər gördük. Ona görə də mən orada çox xətir-hörmətlə kafedra müdürü öz oğlu kimi, öz balası kimi münasibət bəsləyirdi. Mən də düzü elə ona öz atam kimi münasibət bəsləyirdim. Çünki çox xoş xasiyyətli, xoş xislətli bir insan idi. Professor Məmməd Əliyev Məmməd Əli Rüstəmoğlu gözəl bir insan idi.
Oradan mən aspiranturaya girdim. Aspiranturanı bitirdim. Məmmədəli müəllimi ikinci rəhbər kimi götürdüm. Əsas rəhbərim Leningrad Kənd Təsərrüfatı İnstitutunun professoru Luria Abram Bensianoviç oldu. Elə mənim o gündən elə günüm Leningrad şəhərində keçirdik. Orada aspiranturamı davam elətdirdim. Orada elm tədqiqat laboratoriyasını, hesablama maşınlar laboratoriyasını yaratdıq və orada da mən işlərimi elektron hesablama maşınlarında işlədim orada onların o sahə üzrə başladım güclü inkişaf eləməyə. Hətta doktorluq dissertasiyamı da orada mən yerinə yetirdim. O ittifaq üzrə həm namizədlik dissertasiyam, həm doktorluq dissertasiyam ittifaq üzrə koordinasiya olunurdu. Mənim orada xüsusi Kənd Təsərrüfatı Nazirliyinin qeydiyyatında, uçotundaydı ki, Leningrad Kənd Təsərrüfatı İnstitutunun demək ki, orada koordinasiya olunur. Elmi rəhbərim də, konsultantım da oradaydı doktorluq dissertasiyası. Dövlət sınağından keçmiş 3-4 maşınım oldu. Eksperimental maşın hazırladığım, Gəncə eksperimental zavod var idi burada. Agromexanika İnstitutunun zavoduydu. Orada o maşın hazırladığım, sınaqdan keçdim dövlət sınağından. Azər Dövlət Maşın Sınaq Stansiyasında. Ondan sonra bir neçə maşında daha bu öz doktorluq dissertasiyam üzrə maşınlar da hazırladım. Onlar da dövlət sınağından ikisi keçdi. Elmlər doktoru oldum və sonra da 2-3 ildən sonra da professor rütbəsi aldım və o gündən bu günə elə professor rütbəsini daşıyıram və işləyirəm. Hal-hazırda da yenə bu saat professor kimi magistrlərə dərs deyirəm. Dissertantların hansı ki, doktorluq dissertasiya üzərində işləyənlərə elmi rəhbərlik eləyirəm. Əsasən bu sahə üzrə demək, işimi davam elətdirirəm. Artıq 15 ilə yaxındır ki, şəhərimizin Ağsaqqallar Şurasının idarə heyətinin üzvüyəm. Elə o idarə heyətinin üzvü olan gündən 10 il ilə birinci mavin kimi işləmişəm. Son 5 ilə yaxındır ki, artıq şuranın sədri vəzifəsini daşıyıram və bu sədrlik vəzifəsini daşıyandan bu günə nəsə şəhərimizdə belə bir rəy yarandı ki, kollektiv, cəmaat işləyirdi, iş aparırdı. Hamı çox razılıq edir ki, Nurəddin müəllim, elə sizin devrinizdən biz bildik ki, Gəncə şəhərində doğrudan da Ağsaqqallar Şurasının fəaliyyəti nə səviyyədədir və getdikcə də güclənir. Biz sizin işinizdən çox razıyıq. Özünüz də dünənki hətta konferansda bizim Azərbaycan Ağsaqqallar Şurasının sədrinin demək Eldar Quliyevin müavini bizim Ağsaqqallar Şurası haqqında nə söhbətlər dedi, onları eşitdiniz. O yadınızda varsa o dedi ki, Gəncə Ağsaqqallar Şurasını mən bütün Ağsaqqallar Şurasının yığıncaqlarında iştirak eləyəndə deyirəm ki, Gəncə ilə əlaqə saxlayın, onların təcrübəsindən götürün, öyrənin, tətbiq eləyin özünüzdə və respublikada demək, nümunəvi Ağsaqqallar Şurası kimi bizi həmişə idarə heyəti qəbul eləyirlər. Özünə məxsus iş rejimi var. Sağlam, cümrah bir ömür yaşayır. Odur ki, həyatın bütün məqamlarından ağılla, müdürkülüklə yararlana bilir Nurəddin müəllim. Uğurlar arzulayaq Ağsaqqala, sağlam can, uzun ömür və əmək fəaliyyətini ürəklə, şəslə davam elətdirmək. Sağ olay Ağsaqqal.